canını bağlamırsan. Bax, qulağa söz deyirəm. Bir dənə qulağa söz deyirəm, sonra bağlayıram. Bir dənə qulağa. Sən mənə o sözü direktdə də deyə bilərsən, WhatsAppda da deyə bilərsən. Canını bağla. WhatsAppda atmışam loqala. Nə deyim sənə? Mən sənə dedim canını bağla. Sən mənim sözümü yerə saldınsa, sən mənə dost ola bilmərsən. Nə də mən sənin yanında ola bilmərəm. Mən sənə görə tanıram. Mənə görə niyə tanıdın? Baxırsan ki, canında 5 nəfər var, belə əyilib gözünlə baxsan ki, canında 5 nəfər var, ona görə bağlamırsan. Ağır, yaxşı. Sənə insanlıq lazımdır, sənə qeyrətin lazımdır, yoxsa sənə insan sayı lazımdır? Yox, insanlıq. Hə? Şərəfsiz, düzəl də, ağla gəl də. Bütün gün anı bu bacılı söyləyirlər burada. Bağla canını, Cavid. Yaxşı, bağlayacağım amma... Bax, indi bu saat dayıva zəng edəcəm, canını bağla. Yaxşı, ay qızım, hə? Cavid, sənə axırı zörüş deyirəm. Canını bağla, əlim ayağım əsir. Hövsələdən çıxartma məni. Bağla, bax, canlıya baxır ha, uşaqlar, görürsünüz, bu çox şərəfsiz, bax, buna var ha. Buna mən bu qədər dəstək oldum, madi. Bütün mənim ətrafım, bütün uşaqlar buna nə qədər kabab yedi, nə qədər pul atdıq, günü bu günə kimi dəstək oluruq. Bu şərəfsiz ora qalxır, orada insan sayına baxır. İnsan sayına baxır ki, insan artır. 700 nəfər canında paşlı adam var da. Buna o lazımdır. Buna o lazımdır, canının artması lazımdır. Sən qeyrət pul satansan, reklama, reytinqə, sən tiktoker, tiktoker sənsən, şərəfsiz. Sən utanmırsan, ay alçaq. Niyə o bizə zaten artıq nədir ki? Sənə indən belə, mənim ətrafımda çox yaxşı insanlar var. Özün də bilirsən, yəni mənim hörmətimi necə saxlayıb, məni necə istəyirlər. Sənə indən belə bir dənə adam mənim üstümdən keçib dəstək olsa, içimən qarışıq. Tu məni əbəcdadıma, tu məni sivətimə. Sən çox alçaq gedəsən. Çox alçaq gedəsən. Mən sənə dedim canını bağla. Sən mənə qarşı hörmətsiz yerədin, canını bağlamadın insan sayına görə. Sənə hörmətsiz eləmirəm. Sadəcə onu demək istəyirəm ki. Sən mənə onu başqa yerdə də deyə bilərsən, 800 nəfərin içində yox. Ağlamayam, ay qızım, nə olar, eləmə bunu. Sənin canlıva gəlirlərsə də insanlar, yəni Azərbaycanda biraz səhv dedim. Yəni sənin canlıva gəlirlərsə də insanlar mənə görə gəlirdilər. Sənə heç qoz qoyan da yox idi burada. Mənə hörmətləri, sayğıları, insanlıqları var idi deyərək gəlirlər. Sənə burada qoz qoyan yoxdur, bunu bil. Mən burada yoxamsa, bu canlıya gələn də olmayacaq. Bunu da biləsən. Onu dedim, mən kimi də... Çünki sən insan deyilsən. Sən düzəlmirsən, sən ağıllanmırsan. Başa düşdün? Bax, ağıllanmışdım. Və unutma, buradan çıxandan sonra mən sənə dedim canını bağla, bağlamadın, mənə hörmətsiz yerədin. Mən səndən qat-qat böyüyəcəm, özün də bilirsən mən necə bir yaşayışçı insanam. Sən canını bağlamadın insan sayına görə. Ki sənə hədiyyə atsınlar. Bütün günü gəlsinlər, buradakı insanlar baxsınlar. Əgər yalan deyirəmsə, bütün gün oturursan dilənirsən, bütün gün oturursan hədiyyə istəyirsən, bütün gün oturursan kartını qoyursan, pul dilənirsən. Sən onun bunun anasını da söyürsən, bacısını da söyürsən. Başa düşdün? Sən busan.